Salam dəyərli izləyicilərim. Mən Rəysaz Eşən Usta. Yenə sizinləyəm. Mən bugün sizə 200 markalı avtomobilinin çəkişini edib sizə göstərmək istəyirəm ki, maşın burada qüsur olduğuna görə buradan da əziz ustaya öz təşəkkürümü bildirirəm. Çox gözəl və səliqəli alınıb. Ümumiyyətlə bura demək olar ki, yox vəziyyətində idi, amma əziz usta bunu düzəldib. Düzdür, mən bunu görmüşdüm, amma videosunu çəkməmişəm. Çalışacağam ki, indən belə fürsət yarananda, yəni elə şeylərin videosunu çəkim və belə deyə öz səhifəmdə paylaşım ki, yəni onu siz görəsiniz ki, ora nə dərəcədə əzilmişdi və hansı dərəcədə düzəlib. Qabaq kapotda da yəni var idi, onu da düzəldib, özü də lap pis yerdə idi. Çünki o hissəni ümumiyyətlə döyüb düzəltmək olur, amma biraz çətinlik olur, belə deyək. Burada bu hissə demək olar ki, bir 10 sm içəridə idi bu hissə. Arka 10 sm içəridə idi dəyərli izləyicilər. İçəri arkada əyilmişdi. Kant demək olar ki, yox idi. Ümumiyyətlə bura belə deyək, bu hissədən bu hissəyə qədər bura girmişdi içəri, bura qədər. Əziz usta sağ olsun, bunu maksimal dərəcədə düzəldib. Çünki bura demək olar ki, buradaydı. Bu hissə buradaydı dəyərli izləyicilər. Ona görə də mən bunu indi çəkib sizə göstərirəm ki, hansı dərəcədə yəni düzəlib. İnşallah mən də buna belə deyək, şpaklyovkadan istifadə edib. Əlbəttə ki, epoksidli qrunt vuracam və ondan sonra mən bura belə deyək, şpaklyovkadan istifadə edəcəm. Sarı, yaşıl istifadə etməyəcəm dəyərli izləyicilər. Bunu da mən sizə göstərəcəm. Kant gəldi yerinə, çünki kant yox idi. Kant ümumiyyətlə əyilmişdi, əzilmişdi. Burada köhnədən burada svarka olub. Yəqin ki, burada nəsə qusok dəyişilib, yoxsa nədirsə bilmirəm. Bu köhnədən olma svarkadır burada. Və belə deyək, qapının iç tərəfini mən kraskalamayacağım. Çünki əziz usta buranı maksimal dərəcədə ideal bir vəziyyətə gətirib ki, yəni burada mən kraska işi ümumiyyətlə görməyim. Ancaq yalnız və yalnız bu hissədə kraska işi görəcəm və şpaklyovka işi olacaq. Keçək qabaq kapota. Qabaq kapotda dəyərli izləyicilər, görürsünüzsə bu hissə ümumiyyətlə girmişdi içəri. Bu hissəni də çıxardıb. Əziz ustamız sağ olsun. Xırdaq, yəni burada batıqlar da var idi və 3 yerdə bura girmişdi içəri. Bu tin əzilmişdi ki, bunu da əziz usta görürsünüzsə bu saat sizə göstərəcəm. Belə bir şəkildə bu hissəyə qədər əzilmişdi. Bunu əziz usta döyüb çıxardıb. İnşallah yəqin ki, düzlüyünü də görürsünüz. Düppədüzdür. Hər iki tərəf ideal bir vəziyyətə gəlib. Çünki bura əsas yerdir küzüşlərdə. Dəyərli izləyicilər, maşına inşallah mən belə deyək, tam şpaklyovka işi görəndən sonra ətraflı olaraq bunu bir də çəkib sizə göstərəcəm dəyərli izləyicilər. Dəyərli izləyicilər, hal-hazırda mən bu hissəni hazırlamışam və belə deyək, burada şpaklyovkamı çəkmişəm, bozlar şpaklyovkadır və burada da bu hissə də kəsildi, qusok dəyişildi, bu hissə yox idi və mən bunu belə deyək, işləmişəm, hazırlamışam. Burada da plastik şpaklyovkadan istifadə eləmişəm. Qruntlayacağam və bu hissədə də dəyərli izləyicilər hazırlamışam. İnşallah qruntu vurandan sonra belə deyək, epoksidli qruntdan istifadə edəcəm və ondan sonra da dальнейшее başlayacağım adi qruntu istifadə eləməyə. Bu da şərtdir, çünki çöküntüyə görə bunun qarşısını almalıyıq. Belə deyək, inşallah tam maşın kraskalanan vaxtı ətraflı olaraq bir də bunu sizə çəkib göstərəcəm. Dəyərli izləyicilər, mən sizə demişdim ki, maşın tam bağlayandan sonra, qruntdan sonra ətraflı olaraq bunları çəkib sizə göstərəcəm. Mən burada belə deyək, epoksidli qrunt və dальнейшее örtüm qruntu, yəni 4+1 vurmuşam. Burada bu hissəyə qədər perixod atacağım. Çünki bu hissə dəyişildi deyə ona görə görürsünüzsə, bu hissə dəyişilib. Bura qədər paykalanıb belə. Düzdür, için dəmirdə yəni dəyişildi. Çünki zaklyovka ilə təzdən vuruldu. Buradan belə kraskalayacağım. Ta detalı, birbaşa detalı vuracağım dəyərli izləyicilər. Buranı və kapotda
kraskalayacağım. Kapot uje hazırdır demək olar ki, altı zadı hamısı gördüyünüz kimi uje bağlanıb, hamısı hazır vəziyyətdədir. İnşallah maşın tam qutarandan sonra ətraflı olaraq bunu bir də sizə çəkib göstərəcəm. Все, değerli izləyicilər, mən maşını kraskaladım. Gördüyünüz kimi peroxodu bu hissəyə qədər atmışam və dalineşi kantdan yuxarı kraskalamışam, amma qapının detalını axıra qədər vurmuşam və burada da arxa krılanı axıra qədər vurmuşam. Əslində arxa krıla bu hissəyə qədər gəlir. Bir də kapotdur. Kapot bir balaca tozlu çıxıb bəzi yerlərdə. Tozlar, zatlar var böyle, amma belə deyək, hər şey qaydasındadır. Normaldır hər şey. Xırda tozlar ki var, məcburiyyət qarşısında yəqin ki, mən bunu şkurkalayacağım. Çünki obşi şkurkalanmalıdır ki, o birisi detaldan
eyni olsun. Çünki bunda biraz şaqren var, amma o birisi detallarda şaqren olmadığına görə mən bunu müəyyən vaxtdan sonra maşın polirovkaya gələcək. Çünki maşını mən уже 1 ildir mən maşını kraskalamışam və polirovka edəcəm. Əlbəttə ki, polirovka edən vaxtı, yəni buna əl vurmayacam, qalıb quruyacaq. Ondan sonra mən bu detalları hamısını polirovka eləyəcəm. Belə kantı da kraskalandı, çünki kant xoşuma gəlmirdi, ona görə də kantı məcburiyyət qarşısında kraskaladım. Belə dəyərli izləyicilər, inşallah belə deyək, düzdür, yəni mən bunu çəkməyəcəm, axırıncı şeydir bu. Yalnız və yalnız polirovkada mən bunu çəkəcəm, göstərəcəm sizə. Təşəkkür edirəm məni izlədiyinizə görə. Like qoymağı qətiyyən unutmayın, çox-çox xahiş edirəm. Videolara görürəm, baxırlar, amma like qoymurlar. Xahiş edirəm, like'ları da qoyasınız. Kimin xoşuna gəlir, baxsın. Belə dəyərli izləyicilər, təşəkkür edirəm. Var olun məni izlədiyinizə görə.